Test 1'de buyurun. Oran orantı. 1, 2, 3, 4'ler eveydi. Düzdür mü uşaqlar? Test 1'de. Buyurun. Buyurun. Galata. Test 1'de buyurun. Yoktur. El var mı test 1'de? Hı -hı. Dediniz test 2 çətindi, yoksa test neçə? Hı -hı. Test 2'de buyurun. Sən mənim ən çox ehtiyat etdiyim suallardan, yəni ən çox da şagirdlərin istədikləri suallardan, yəni o B hərfi əkob məsələsi də, nok-not məsələsi, A-nın B-yə nisbəti nədir uşaqlar? 4-ün 5-ə, B-nin də C-yə nisbəti nədir? 12-nin 11-ə. Tamam mı? B indi 12 ilə 5-in əkob olduğu üçün yuxarını 12-yə vuranda eləyəcək neçə? 48 bölü 60. Aşağı da 5'e vuranda B'ləri əkoba getirirəm də. 60 bölüsün 55. İfsim. A'nın yerinə 48'i, B'nin yerinə 60'ı və C'nin yerinə 55'i yazıb nə edirik? Hesablamaya gedirik. Standart soru tipləri var çocuklar. Onlardan çoxu zaman əl çəkmirəm deyə. Yəni düşürdə imtahanlara o manada demək istədim. Sorum test 2'də. Məsələn, siz eyni sual tipi onlu kəsir zaten. Hamısını ona vururuq. A bölü B 2 bölü 3, A bölü 3, 4 bölü 7, dınglı dınglı dınglı. İ tak dali. Test 2'də buyurun sorum neçə var? Ne dedin sen? Aha. 13. Əli buyur 13'ü necə eləyərik? Daha asandır, müxtəlif cür de. A'nın yerine x minus y, B'nin yerine x plus y yerine koysan eşliği var. İşsi ve salam bitti. A'nın yerine x minus y koyanda, üste gelsin B'nin yerine x plus y koyanda, A'nın yerine x minus y koyanda çıxılsın B'nin yerine de x plus y, ama qabaqda mənfi olduğuna göre, minus x minus y olduğuna göre ne olacaktır? Y'lər gedər, nə qalır? 2x, x'lar gedər, nə qalır? Mənfi 2y. Getdi mənfi x bölü y, yəni E bəndi. Soram çocuklar. Soram test 2'də. Yoxdur Əli. Eyni. Məsələn, siz onda necə edirik? Burada da məsələn 14'te də elə A'nın yerinə x minus, B'nin yerinə x plus 2y yazırıq. Onda da A minus B. Rəşad var mı test 2'də Qasımov? Xeyr müəllim, 3-də var. Çarpaz vurubda 9'da, bəli, bəli, bəli. Bəziləri orta məktəbdən bilirəm, yaxşı bilirsiniz deyə ona görə. Buyurunuz uşaqlar test 3'də, birinci səhifədə. Neçə? 2. Aha. A, B, C, bəli, hər tərəfi A, B, C-yə böləcəm, amma bütün real numbers, all of real numbers will be отрицательный, da? Mənfi, sektör uşaqları var içimizdə. Deməli, bunun qaydası necə idi? A, B, C-yə hamısını böləndə, hamısını. Nə qalır burada? C bölü 10, A bölü 11, B bölü 12. Düzdür mü uşaqlar? İndi burada mənfiləri saymasaq, eksiləri saymasaq, nə olacaqdır uşaqlar? B böyükdür, A böyükdür nədən? C'dən. İndi mənfi olduğuna göre hamısı dəyişir. C böyükdür, A böyükdür B'dən. O da nə olur? A bəndə olur. Gəl. Cevap B. Əksilər də. Orada ABC'ye bölerler. 1 bölünsün 10C olur. 1 bölünsün 10, 1 bölünsün 11. Hə. Mən düz mütənasiblik üçün elədim, düzdürmü? Hı -hı. Hə. Başa düşdünüz elə ən yaxşısı elə oldu ki, elə belə izah elədi. Deməli düz mütənasiblik üçün izah eləyəndə A bəndə olur. Tərs mütənasiblik üçün izah eləyəndə nə olur? Yəni ABC-yə böldüyümüz zaman AB-lər gedir 1 bölü 10C olur. Elə yaxşı oldu ki, 2 dənə 1 bölü 11A olur.
Bu da eşittir neye? 1 bölü 12 B olur. Bu şey ters mütenasipliği olduğuna göre eksi olacaktır. Düz değil mi? Yani ne olacaktır? C büyüktür. A büyüktür. Neden? B'den. 10 böyüdür, 11 böyüdür, 12'den. Düz değil mi? Şimdi menfi olduğu için tersine çevrilir B bende olur. Ben düz mütenasipliği için. Aha. Bütün kitaplar verildi dese düz değil mi? Hmm. Bu şey diyor. Sayfanı deyin uşaqlar təzə qardaş. Adın nədir sənin? Hə Hüseyin. 185. Hə, proporsiyalardır. Asan dərsdir. İndi birazdandan şey eləyəcəm. Hı -hı. Sonra uşaqlar bu testdə. Hər şeydə bir xeyir vardır. Bir misalda iki dənə misal izah elədik. Sonra necə? O misal üçün eyni taktik 6-cı sualda. 4 də izah eləyərəm. Neyini uşaqlar? ABC-yə bölürük. Fikir versinizmi? Hamısını ABC'ye böləndə ne olacaktır? Yok. C beraberdir 4 bölü A. O da beraberdir 5 bölüsü neye? B'ye. Bu da 1 bölüsün olacak da düz öyle. Şimdi bu düz mütenasipliği olduğuna göre çocuklar. Bu şey ne olacaktır? B böyüdür A'dan, o da böyüdür neden? C'den. Ha, burada mukayese sistemi şey istiyor. O zaman A oldu ne? 4 dıngılı. B oldu 5 dıngılı. C de oldu 1. 4, 5, 1. Hansı bentdir? B bendi. Ben hem mukayese elədim. Comparing just in English. And then nədən adı? Giving a value of, yani qiymətini vermiş oluyor. Sen Azərbaycanca başlıyorsan da düz öyle mi? Sonra neçə dediniz? 4 dediniz. Neçə dediniz? 14. 4, 4. Era fiilinin Bu da düz mütenasibli düzdür. O zaman A eksiktir, B eksiktir C'den uşaqlar. Ama menfi olduğuna göre ne olacaktır? A büyüktür, B büyüktür C'den. yeni böyle kök 3 bölüm. Ya o kökün önemi yoktur orada. 3, 4, 5'tir de. Eli baş düz kuzu keserim. Sen baş yüzden ne bunları? Bunlar asantlayın birazdan. Salam Leyla Hanım. Buyurunuz kesiniz. Kesin partiye. Sonra bu sayfada ben başladım şey siz o yerine koymalar ve menfileri şey eləmişsiniz. Külək dəhşətdir. Qar, bu akşamdan sonra qar yağacaq. Galatasaray bugün keçəcək. Sonra necə? Var mı test 3'te? Hayır, 8. 7. Abi. Ha? Yine bölürük. Yine K'ya getiririk. Yine geldi yaz ayları. Sonra yerine koyuruq. Sonra yay ayları gelir. Sonra yeniden. Deməli yenə ABC'ye bölürəm. Yani bunu eləmək fikrindəyəm. 4 bölü C. 5 bölü A. 6 bölünsün neye? B'ye. Şimdi bu K'ya beraber olan da aziz kardeşim. Deməli C ne oldu? 4 bölü K. A ne oldu? 5 bölü K. B ne oldu? 6 bölü K'ya. Если мы будем getirip yerine koymaq. 3 vurulsun. Ha, promo yerine koyayım. Tamam yaxşı. 3A 15 bölü K. Çıxılsın 2'ni B'ye vuranda A 12 bölü K. Üste gelinsin C. C'de nedir? 4 bölü K. Beraber neye? Menfi 21'e. Sen baştan da 15, 12, 7 ilir de bu. 7 bölü K beraberdir menfi 21'e. K da neye beraberdir? Minus adına 3 de. Kaldı menfi 3'te 1. Bizden C'ni istəyir. Burada da C'nin yerinde 4 bölünsün. Menfi 3'te 1'i yerine koyanda ilir ne? Menfi 12 yani E bəndi. Sonra ikinci sayfada. Ha, ikinci sayfa nispeten K'lara göre. Lütfen bazılarını soralım ki örneğin. Çünkü tekrar kim olsun ki sonra videoda bakanda YouTube'da you are going to perfectly understanding. İngilizcem biraz zayıftır. Sağlam. Git su iç istəyirsən. Ha. Askılanda biz tarafta değiller su içmeye lazım. Hansı izah edeyim? 13'ten, 14'ten, 10'dan hansı izah edeyim de? Ha? 15 izah edeyim. Çok güzel bir sualdır hakikaten de.
Mükemmel bir sual soruştun. Reşat sen niye sual soruşmuyorsun? Yatmısan diyorsan orada. Xeyr, müəllim. Məndə 15 idi, bir də 11 idi. Ha, yani 11. öyle soruyor. X'in yerine 15 bölü A koyuram aziz kardeşim. Y'in yerine 15 bölü ne koyuram? 2B koyuram Hüseyin. Z'in de yerine 15 bölünsün 3C koyuram. Düzdür? Sizin dikkatliğinizi yoklayalım. Görün kim dikkatli derse kulak asır. Gelin Gülmür Hanım, gelin. Biz sessiz boğazımızdan bitki çöreği kesin. O neydi o söz? Ha, Mercedes'in sesi. Kar yağırdı çölde Gülmür. Yağmadı. Yağacak akşam. İndi aparıb X'in yerine koyanda 15 bölü A üste gelinsin. Bakar mısınız buraya? 2 vurulsun Y'e. 2'ler gelir 15 bölü B. Üste gelinsin Hüseyin. 3 vurulsun. O da 3'ler gelir de olsun 15 bölü C. 15'ler mertezi farkı çıkarsa. Əsəbləşmə, xahiş edirəm. 3. 15'lərin mötərizə xaricində çıxardanda 1 bölü A, 1 bölü B, üstə gəlinsin 1 bölü C, bərabər nə olur? 3 olur. 15 ilə 3 getdi, 5 qaldı. Deməli, bu niyə bərabərdir uşaqlar? 1 bölünsün 5'ə, yəni C bəndi. Aha. Var mı sonra bu səhifədə? Müəllim 11. 11 Rəşad Qasımov. Qumru eləmisən öy tapşırıqlarını? Ha? Nəsə dərsin səhifəsini soruşurdun? Şimdi güzel bir soru. K'ya beraberliği X beraberdir K bölü 4. Y beraberdir K bölü 5. Z beraberdir neye? K bölünsün neye? 10'a. Aparıb yerine yazanda olur ne? 1 bölü 1 bölü 1 bölü Hüseyin başında yəqin ki обратный. 4 bölü K, 5 bölü K, 10 bölü K. Beraber neye? 19 bölü 4'e. Yəqin ki bunlar 19 ilir də yəqin ki yuxarı. 19'lar gedir. K neye beraberdir? 4'e. İndi bize ne istəyir? X plus Z'ti. O zaman buradan belə şey ayırım. K'nın yerine 4 koyanda 1 olur. Z'in de yerine 4 koyanda 4 bölü 10 olur. O da eləyir 2 nəpiyyə. 1 üstə gəlinsin 2 bölü 5. O da eləyir neçə? 5'də 7. Yəni D bəndi. Ay mənim əli balam. Qızım. Bu test neçə idi uşaqlar? Test 1'də 4 var, düzdür mü? Yine de sorulara cevap verelim. Test 4 buyurunuz. Aha, buradaki taktik neydi inşallah? Ortak mahrezi getirip ne inirdik? Tərəf tərəfə bölürdük. Hər hansı birini sorar mısınız arkadaşlar? Orada deyəsən bir dənə hardasa yerdə həll elədik o biri qruplarda. Deyəsən səhvlik var idi. Hansını? 3'ü yoxsa 8'i? Birinci səhifədən bir tanesini ilətdirəlim də uşaqlar. Asantlardan bir tanesini eləyəlim ki, Qumru hansını izah eləyim? Əli, Namiq birinci səhifədən. 4, 5, 6'dan. 3'ü eləyəlim. Necə Ayhan, neydi sana adın? Aysın. Ayhan neydi? Öyle mi? Sertlik yok mu?
Yox idi, hə? O zaman yəqin ki, o biri testlərdədir yəqin ki. Deməli, necə eləyirdik uşaqlar? Ortaq mərəzi gətiririk, общий denominator Hüseyn. 3x olur necə? 6xy minus 5 bərabərdir 7-yə. Burada da ortaq mərəz olur 2y 12. Tərəf tərəfə böləndə bu yer nə olur burada? Haradasa birində səhv yazdım. Burada 3x olmalıdır. Tərəf tərəf olanda 2y bölünsün 3x bərabər neçəyə? 7 bölü 12-yə. 12 ilə 3 getdi. 4 qaldı. Y bölü x da çarpaz vuranda uşaqlar nə olur? 7 bölü 8 olur. İndi y 7-dir, x 8-dir. Ya Allah. 8 çıx 7. 8 üstə gələnsin 7. Bu da neçə eləyir? 1 bölü 15, yəni D bəndi. Hüseyin başlayın. Bunlar da biraz əzbərçidir. Bizim orta məktəbdən fərqli olar. Məsələn, bizdə nisbət tənasüblər, proporsiyalar zatar var. Ha. Onlar biraz ispat yönümlü taktiksel örnəklərdir. Tamam mı? Bunlarda biraz daha ağır suallar var. Birazdan gələcəz. Eşitirsiniz mi? Yiyeceğiz, içeceğiz. Hepsini ağlatacağız yani. Nisan dediniz 7 yok 8 hansını? Hangisi inşallah 8? Bu da öyle deyəsən tərəf tərəf bölündü. Prosta burada dəyişəni böyüdü bunlar uşaqlar. Deməli ortaq məxrəc nə olur? 2y-dən 2xy plus n plus n bərabərdir 11-ə. Yenə x-də 2xy plus n plus n bərabərdir 9-a. Yenə tərəf tərəfə böləndə uşaqlar düzdür mü? 2x plus onlar getdilər. İkinci şərt tərsinə dəyişir. X bölünsün 2y bərabərdir 11 bölünsün 9-a. Burada mən praktik tez şeyli eləyirəm uşaqlar. Elə bir ki x bölü y içini buradan yox eləmək üçün çapraz vururam. Kres na kres Hüseyin. Çarpaz vuranda o zaman 2 gedir yuxarıya. 22 bölünsün nəyə 9-a. Yəni y bəndi. Sonra bu testdə. İkinci səhvə, bunu ikinci səhvə yapışmasan, deməli sürətlərin yerinə sürəti qoyurduq, məxrəclərin yerinə nə inirdik? Məxrəc qoyurduq. Namik asantıda düzdür mü bunlar? Nə oldu Namik heyecanlandın? Namik de görüm 14. sual necə eləmişsən ürəyim qurban? Niyə? Ne deyir? Suala girib çıxmışam, ne deyir? Bu asandır axı. ACY-nin yerini 2 qoyuruq, BDF-nin yerini 5 qoyuruq. Bu kadar basit. Ne aşırı qoyun? 1'den 8'e kimi baxdı, qorxu, Tamam, indi 1-dən 8-ə kimi eləmişdim. Bayram, necəsən? Bayram, de görüm onun sualı necə eləyirik? Bilmədim. Əli necə eləyirik onun sualı? Sən Əli. Necə eləyirik? Qumru necə eləyirik? ACY-nin yerinə şeydi 2 qoyuruq, BDF-nin yerinə 5 qoyuruq da.